Salam. Salam. Necəsiz? Yaxşıyam. Həyəcanlı görsən. Heyecanlıyam, çox heyecanlıyam. Balınız 60 bal. təbrik edirik. Çox böyük nailiyyətdir. Hansı fəndən imtahan verdiniz? İngilis dili, bir nömrəli İdman liseyindən müəllimiyəm. Adınız, soyadınız? Əhmədova Simuzər. Binəqədi rayon 217 saylı tam orta məktəb Əlizadə Aytən. İngilis dili necə keçdi? Yaxşı idi, rahat. Balınızı bilmək olar. 59. Təbrik edirik. Suallar necə idi? Suallar rahat. Yəni onsuz da meyarlara əsasən hazırlanır. Orta, rahat, daha çətin. Yəni belə. Mən Əlizadə Rəhmanın 156 nömrəli məktəbin ingilis dili müəllimiyəm. 59 bal topladım. İnşallah digər müəllimlər də uğurla çıxarlar. Salam. Salam. Necəsiz? Yaxşıyam, çox. Necə keçdi? Normal. Düşünürəm ki, normal. Bəli. Balınız nə qədər? 55 bal. Hansı fən? Riyaziyyat. Necə idi suallar? İmtahan prosesi necə keçdi? Normal keçdi. Yəni müəllim üçün normaldır deyə fikirləşirəm. Yəqin ki, bir-iki öz ixtisasımdan oldu, elə bilirəm, düşündürücü sual. Aysət Hüseynova, 113 nömrəli məktəbin ingilis dili müəlliməsiyəm. Və 56 balla imtahan yekunlaşdı. Şəhla Yaqublu, Qubadlı rayonu Muradxanlı kənd tam orta məktəbi. İxtisasım riyaziyyatdır. İmtahan yaxşı keçdi. 55 bal topladım. Daha yüksək nəticə gözləyirdim. Suallar içində asan, orta, çətin suallar var idi. Metodikada biraz çətinlik çəkdim. Mən Kərimova Xalidə, ingilis dili müəlliməsiyəm. İlk dəfə sertifikasiya imtahanında iştirak edirdim. 51 bal topladım. Əslində düzünü deyim ki, biraz şokdayam. Çünki düşünürdüm ki, daha çox toplayaram. Müzəffərova Seyhunə Novruz qızı, ingilis dili müəllimi. Hansı məktəb? 296 nömrəli. Nə qədər bal topladınız? 59. Təbrik edirik. Çox sağ olun. Suallar necə idi? Hər səviyyəyə uyğun sual var idi. Yəni asan, orta, çətin.